2020-ci il 10 noyabr 3 tərəfli bəyanat ilə 2-ci Qarabağ müharibəsi başa çatdı. Müharibədən sonra Ermənistanla Qarabağdakı erməni separatçılar arasında əlaqəni təmin etmək üçün Laçın dəhlizi məsələsi qısa müddətdə aydın oldu ki, məsələ təkcə humanitar keçid deyil. Dəhliz termini altında bölgədə maraq olan ermənipərəst güclər yeni status quo yaratmağa çalışırlar. 2020-22-ci illərdə Rusiya sülh mərhəmli kontingenti müvəqqəti olaraq Laçın dəhlizində yerləşdirildi. Paralel olaraq həm Rusiyadan, həm də Ermənistandan səslənən mesajların ümumi xətti isə bu idi. Dəhliz Azərbaycanın gömrük, sərhəd və inzibati nəzarətindən kənarda qalmalıdır. Rəsmi arqument dırnaqarası erməni əhalisinin təhlükəsizliyi olsa da, məqsəd separatçı strukturları yaşatmaq, Qarabağdakı rejim üçün Ermənistandan davamlı maliyyə, silah və kadr axını təmin etmək, bununla da dəhlizə nəzarət etməyən Azərbaycanın suverenliyini məhdudlaşdırmaq və danışıqlarda bu kartdan daimi istifadə etmək əsas hədəf oldu. O cümlədən bölgədə uzun müddətli hərbi siyasi iştiraki təmin etmək, Rusiya sülh məramlarının Qarabağdan çıxışını qeyri-müəyyən müddətə üçün alternativsiz vasitəçi obrazını qoydu. Bu planı digər xarici güclər, o cümlədən Fransa kimi dövlətlər də dolayı dəstəkləyərək məsələni humanitar böhran kimi qlobal gündəmə daşımağa çalışdılar. Belə bir vəziyyətdə rəsmi Bakının cavabı iki istiqamətdə dramatik və hərbi praktik addımlar. Azərbaycan 2020-ci il bəyanatının 9-cu bəndinə istinad edərək bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunmasını, Azərbaycanın suverenliyi çərçivəsində baş tutmasını tələb edirdi. Bu mövqeyi təsdiqləmək üçün dediyim kimi iki paralel xətt aparıldı. Birincisi diplomatik. Bütün beynəlxalq platformalarda vurğulayırdı ki, dəhliz anlayışı Azərbaycanın ərazi bütövlüyünü şübhə altına qoya bilməz. 44 günlük müharibənin nəticəsi olaraq yaranmış yeni reallıqlar tanınmalıdır. Eyni zamanda Ermənistanla normallaşma və sülh müqaviləsi prosesində sərhədlərin qarşılıqlı tanınması prinsipi irəli sürüldü. İkincisi praktik hərbi xətt. 2022-ci ilin avqustunda Azərbaycan ordusu Laçın şəhəri, Zabux vərətə götürdü. 2023-cü ilin aprelində isə Laçın sərhəd keçid məntəqəsi quruldu. Bu addım simvolik deyildi. Bu, dövlət sərhədinin və suveren hüququn bərpası idi. Nəticədə güclərin dəhliz nəzarətsiz qalmalıdır planı praktik olaraq işləmədi. 2023-cü ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirləri ilə separatçı strukturlar da ləğv edildi. 2024-cü ilin yanvarından etibarən isə Rusiya sülh mərhəmli kontingenti bölgəni termini gündəmdən çıxdı. Bununla Azərbaycan iki əsas nəticə əldə etdi. 1. Suverenliyin tam bərpası. 30 illik işğaldan sonra Qarabağ bölgəsinə gedən bütün marşrutlar üzərində Azərbaycan dövlətinin nəzarəti tam bərpa olundu. İkincisi, separatizmə son verildi. Xaricdən dəstək kanalı kəsildiyi üçün bölgədə separatçı layihəni saxlamaq mümkün olmadı. Qarabağ erməniləri isə könüllü olaraq köç yolunu seçdilər. Nəticə olaraq deyə bilərəm ki, 2020-ci ildən sonra irəli sürülən ssenari bölgədə münaqişənin yenidən üzərində qurulmuşdur və Azərbaycanın suverenliyi toplaşdırmaq edir. Lakin rəsmi Bakı həm diplomatik danışıqlar masasında hərbi Laçın yolunun Azərbaycanın daxili yol xəritəsinə daxil edilməsi isə təkcə bir yolun açılması deyildi. Bu, müharibədən sonra Cənubi Qafqazda yeni təhlükəsizlik və suverenlik memarlığının qurulduğunu göstərən əsas siqnal oldu.